3-cü ildir ki, bu festival Şuşada keçirilir və bu Türk dövlətləri şagirdlərinin bu festivalda iştirak etməyi Şuşada olduqca böyük əhəmiyyətə malikdir. Çünki onlar eyni zamanda Şuşanın füsunkar təbiəti ilə tanış olurlar, mədəniyyəti ilə tanış olurlar. Onlar Şuşaya gələrək zəfər yolu ilə işğalda olan torpaqlarda olan vəziyyəti öz gözləri ilə görürlər və eyni zamanda son dövrdə işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərini də görürlər və bu yəqin ki, onların həyatında daimi onların yaddaşında qalacaq. Bu festivalda şagirdlər həm incəsənətin müxtəlif növləri üzrə öz yaradıcılığını nümayiş etdirirlər, öz istedadlarını nümayiş etdirirlər və bu təbii ki, onların gələcək fəaliyyətində yəqin ki, çox müsbət təsir göstərəcək. Ümumiyyətlə, son dövrdə Türk dövlətləri arasında əlaqələr güclənir və təbii ki, bütün sahələrdə, o cümlədən təhsil, mədəniyyət, elm, incəsənət sahələrində də bu əlaqələrin gücləndirilməsinin bir şahidi oluruq və elə bu festivalın keçirilməsi də ona bariz nümunədir. Gələcəkdə təbii ki, bu əlaqələr daha da genişlənəcək. Bu Türk dövlətləri Qarabağ bölgəsində bir sıra layihələri həyata keçirirlər. Bilirsiniz ki, Özbəkistan dövləti Füzulidə çox gözəl məktəb inşa edir. Qazaxıstan dövləti hədiyyə olaraq incəsənət mərkəzini deməli hədiyyə edib Azərbaycana və bu istiqamətdə yəqin ki, əlaqələrimiz bundan sonra da genişlənəcək.